Hello əzizlərim, kitab videosu çəkmişdim. Ortada lazımsız bir musiqi getdi. Musiqi olsaydı yaxşıydı. Nə bilim, nəsə istərsə getdi. Double 2. Double 2. Burada çoxlu kitablar var. Həyatdakı məktəb ləvazimatlarından almışam. Daha hardan almışam? Yığmışdım hamısını bir yerə. Hardan almışam daha? Sonra almışam Zeki Book House'dan və sonra almışam. Belə düzdüyüm kimi düzəcəm ona görə. Rebus inşaatçılardan. Deməli, bu nə ya? Bu 3 kitab trilogiyadır. Oyuncaq Muzeysi, Oyuncaq Məzarlığı, Oyuncaq Məhsəri Emre Gül. Detektiv olmalıdır. Yalan deyərəm. Türk Booktop'unda book blogerlar tərifləyir. Mənim sevimli Maral Atmaca Sarkaç. Birinci kitabda Kurma Bəbək 2025'də çıxıb, üçüncüsü çıxmayıb. Deyirlər mənim sevimli Saka və Sanırımdan hardasa əlaqəlidir. Orhan Pamuk Masumiyyət Müzəsi. Bunun kinosu da çıxıb, filmi də çıxıb artıq Netflix'da. Amma mən izləməmişəm. Bunun mən bildiyim qədər Masumiyyət Müzesi adlı muzey də var Türkiyədə. Yanılmıramsa İstanbuldadır. İnşallah nə vaxtsa gelib çıxaram. Mənim bir rəfiqəm vardı, iş yoldaşım. Gözü bombadır. Ah, Hiroşima, Nagasaki. Nə tər partlatdısa, gah nə bilim nəsə oldu, force major Türkiyədə, gah bir dəfə işdən çıxdım, bir dəfə force major oldu Türkiyədə, sonra mani olmadı. Özü dünyanı gəzir ha. Gözü Nagasaki'dir, Nagasaki. Nagasaki də əlbəttə ki, Hiroşima, Nagasaki. İnşallah gedəndə oralara baxaram. Bu Arden 2, Işıq, Beyaz Ev, Tunel, neydi adı ya? Çok güzel kitap idi, review'su da var idi. Orada axırda həmin bu xanım ölür. Amma oradakı cərəyan edən hadisələri Nedranın adından yenidən oxumaq olar. Yəni ki, hər kəsin öz baxış prizması var da. Burada da həmin Arden olan, əslində həyatda Nedra olan adı olan xanımın öz baxış prizmasındandır hadisələr. Bunu xanım mənə dedi ki, ikinci hissədə, amma bura 1-2 yazılmayıb. Parisdə bal ayını oxuyun sonra, amma tapılmadı mağazada yanımızda. İndi hardansı görəndə onu alıb oxuyaram mütləq olaraq. İşıq yenə də bütün kitabları bir-birindən əlaqədardır əslində. Evdəki yad, bunun məktubdakı qadın adlı əsəri var. Burada əlaqədardır, çünki təhqiqat edən adam, cinayət işlərini təhqiqat edən adamın apardığı işlərdən də mənim sevimli Elxan Elatlı'nın kitabı Boş Çanta, bircə Qisas Gecəsini yanılmıramsa oxumamışam. Gerək köhnə kitablarında alımı kitablığımda, rəfimdə, kitab şkafımda olsun. Deyəsəm şu, bitdi. Bitdi. Kitablarım bu qədər. Bunun yerinə qəşəng bir çanta falan da alardım, amma nə etməli? Kitab oxumaq da